Günəş, ay və səma. Orada aydın göstərir. Azərbaycanda üzümçülük, pambıqçılıq, neft və Araz çayı, Xəzər dənizi. Bunların əksəriyyətini demək olar ki, aktarı burada tapılır. Və 1985-86-cı ildə mən 5 qalça, 22 yaşında 5 qalça tapmışam. Köçərkən, oradan deportasiya olunarkən ən qiymətli, özümlə bərabər ən qiymətli dəyər verdiyi bu qalça mənimlə gəldi. Araz Azərbaycanı ikiyə bölür. Düşmənlərimiz Azərbaycanı bölür. Ona görə də Cənub və Şimal Azərbaycan. Bax, burada bu bölgüdə çox əsər tərənnüm olunur. Günəş, aydın səma, aydın gecə. Bilmirəm, mən bundan bölgü zamanı gələndə açansa da bizə sərgiyə qoyulacaq. Haydi irəli bizim Oğuz türkləri biz yazar.